tutulmuş körpə formasındadır. Hələ ki bunun böyüyüb nə olacağını, hansı formada nələrə qadir olduğunu hələ ki insan, bəşər tam anlaya bilmir. Hansı ki AI-yı artıq satın almada tətbiq edə bilirlər. Onlar böyük əksəriyyəti pilot olaraq başlayıblar bu layihələrə və Microsoft, Google və digər şirkətlərdə artıq avtomatizasiyaya başlayıblar. Təbii ki, onların hələ bizim regionlara gəlməyinə bir neçə müddət var. İndi bizi bir hamımızı sual düşündürür ki, bunun satın almada hansı formada tətbiq etmək olar? Qeyd edeyim ki, bayaq dediyim kimi istifadə etdiyimiz daha çox bu böyük dil modelləri hələ ki bizə yalnız prosedurların yazılmağı, risklərin analizi olunmağı və digər formatda köməkliklər göstərə bilir. Lakin hal-hazırda həm Azərbaycanın özündə, həm Türkiyədə, həm Avropada artıq şirkətlər satın almaçı mütəxəssislərdən menecerlərə qədər tutmuş bizi, yəni insanları əvəz edə biləcək kapasitəyə sahib proqramlar üzərində çalışırlar. Və onlar o proqramları hazırladıqdan sonra artıq bizim ölkəmizə də gələcəklər və bizim də qapılarımız döyülməyə başlayacaq. Bura daxildir hal-hazırda o AI agentlər və agentic AI dediyimiz modellər, hansı ki bir satın alma mütəxəssisini rahat bir şəkildə əvəz edə biləcək formatda çalışan bir sistemdir. Eyni sizin kimi, bizim kimi, satın almaçılar kimi qiymət sorğusu alır, bittablar hazırlayır, e-mailləri arxivləşdirir, suallara cavab verir və s. Yaxın 5 il ərzində həm bizim ölkəmizi, həm Orta Asiya və digər ölkələri əhatəsinə götürə biləcək layihələr gələcək. Orta Asiya ölkələrində artıq Özbəkistan və Qazaxıstan tətbiq etməyə başlayıb bunu. Mən orada olan həmkarlarla, satın alma rəhbərləri ilə danışıram. Hələ ki AI agent modunda bir çalışmalar eləyiblər, tətbiq eləyirlər. Mən düşünürəm ki, əsas sual budur və bayaq da zaldan gəlmişdi ki, bu bizi əvəzləyə biləcək. Baxın, insan istəsə hər bir şeyi əvəzləyə bilər və hər bir şeyi yarada bilər bir növ. Lakin bu AI dediyimiz bir alətdir. Necə ki internet var, necə ki texnologiya var, bu da bir alətdir. Lakin müəyyən çatışmamazlıqları var hal-hazırda və mənim düşündüyüm odur ki, tam olaraq hələ ki insanı əvəz edə bilməz. Risklər varmı mövzumuza uyğun olaraq? Bəli, var. Lakin biz riski problemə yox, bir opportunityyə, bir fürsətə çevirməliyik. Hal-hazırda bu etapdayıq, bu mərhələdəyik və onun üçün də sizlərə də tövsiyəm o olardı ki, bu sahəni ciddi formada araşdırasınız. O bizə gəlmədən biz ona getməliyik, biz onu öyrənməliyik. Və ümid edirəm ki, effektiv formada şirkətlərinizə fayda verə biləcək tərzdə onu tətbiq eləyəcəksiniz yaxında.